2022-ci il üçün tərtib olunan 7-ci sinif Azərbaycan dili kitabının 107-ci səhifəsində atalar sözümüz təhrif olunub ki, tərtibatçılar öz yazdıqları dərsliyi oxumadıqları kimi qəbul edib tədrisə verənlər də bu dərsliyə heç göz gəzdirməyiblər. Möhürləməkdə, təsdiqləməkdə kitabı şagirdlərin ixtiyarına veriblər. Əvvəl isə dərslik oxunub qəbul olunmalı idi. Atalar sözü belədir. Keçmə namərd körpüsündən, qoy aparsın sel səni. Onlar isə keçmə namərd körpüsündən, qoy aparsın su səni. Bir şey də var ki, əgər su insanı aparacaqsa, o çayın yaxud suyun üzərinə nə üçün körpü çəkilir axı? Atalarımız məntiqli bunu qəbul edib, atalar sözü tərtib ediblər. Tərtibatçılar isə özlərindən hoqqa deyilən bir söz var ki, hoqqa çıxarıblar.